ki insana aparmalıydı cənnətin ən uca zirvəsinə, gətirib bir narkotik əldə eləmək üçün. Görün, o partlayış baş verirdi. Ona görə elə planlar qurur ki, adamın ağlına gəlməz. Və biz də hamımız elə dünyaya aludəçisi, o narkoman kimi, hamımız deyəndə mən özüm kimləri nəzərdə tuturam. Və elə bəzən ona deyir, bu nə gündədir, biz də elə səhərdən axşamacan hərdən öz düşündüyümüz variantları incələsək ki, bir də dünyavi məqsədə çatmaq üçün nələr fikirləşirik, nələr eləyirik, özümüzdən xəcalət çəkərik. Demirlər, hesablama, başqa şeydən danışıram. Ağlı gətirib, nəfsin əlində əsir eləyib, cılız məqsəd üçün işlətməkdən söhbət edir. Cılız məqsəd həyat amalına çevrilməsin. Söz bundadır, söhbət bundadır. Ağıl bir şey verməlidir, bir sual. Sonra, həmişə bunu demişəm, keçmişdə sizə. Bir adam anekdot danışır, lətifə. Onu pərt eləmək üçün nə deyirik? Dostlar arasında olur ya bu. Bir danışır, həvəslə ki, bunları güldürsün. Nə deyirik? Deyirik ki, sonra, yaxud da, nə olsun? Pərt oldu, qaldı. Pərt olur. Yaxşı deyil, adam dostları pərt eləsin. Mənim ən xoşuma, uşaqlıqdan xoşlamadığım xüsusiyyətdir mənim şəxsən. Mən keçməm, yəni, amma elə din də bunu deyir, şəxsən mən kimsə pərt eləmək qədər pis bir şey yoxdur. Adam pərt üzünü görəndə bir insanın çox narahat oluram mən şəxsən. Hətta dostluqda da zarafat elə pərt eləməyəcəz. Həmsən deyir, gülək, hə nə olsun, məsələn. Hə nə olsunla onu pərt eləyirsən. Peyğəmbər o əzəməti ilə deyir, otururdu cəmaatın içində. Hədis belə deyir, cəmaat dünyadan danışırdı, o da dünyadan danışırdı. Cəmaat yeməkdən danışırdı, o da yeməkdən danışırdı. Cəmaat qiyamətdən danışırdı, o da qiyamətdən. Bizim bəzi o tünd adamlar kimi, əstağfurullah, dünyəvi söhbətlər eləməyin. Cəmaat danışır, təvazökarlığının göstəricisidir. O zirvədə olan Peyğəmbər gəlib düşürdü. Hansısa 5 dənə ərəb danışırdı ki, filan məsələn, filan yeməyə belə bükürlər dolmanı. Məsələn, də orada dolma yox idi, misal üçün. Belə o qoşulurdulara danışırdı. Böyüklüyüdəsində Peyğəmbər. Amma deyir, növbət qeybətə çatanda dayanırdı. Mane olur ki, qeybət eləməyək. Qeybət eləməyək.